Əcəmi Naxçıvani Azərbaycan memarlıq irsinin əvəzsiz simalarındandır. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Naxçıvanda görkəmli memarın xatirəsinə abidəsinin ucaldılması qərarı alınıb. Bu, təkcə bir sənətkara ehtiram deyil, həm də bir xalqın öz tarixinə, mədəniyyətinə və dünya sivilizasiyasına verdiyi töhfələrə diqqətin bariz ifadəsidir. Əcəmi Naxçıvani təkcə Naxçıvanın deyil, bütün şərqin qürurudur. Onun yaratdığı mədəniyyət inciləri əsrlərin sınağından keçərək bugünədək gəlib çatıb. Bugün isə bu böyük sənətkarın əziz xatirəsini əbədiləşdirmək üçün abidəsi ucaldılır. Bu, həm tariximizə ehtiramın, həm də gələcək nəsillərə ötürüləcək böyük bir irsin simvoludur. Sərəncama əsasən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə abidənin ucaldılması istiqamətində tədbirlərin həyata keçirilməsini təmin etməlidir. Əcəmi Naxçıvani təkcə Naxçıvanın deyil, ümumilikdə şərq memarlığının parlaq simalarından biridir. Onun yaratdığı memarlıq məktəbi əsrlər boyu yaşayaraq milli mədəniyyətimizin dəyərli mirasına çevrilib. Dövlətimizin başçısının bu qərarı həm milli memarlıq hörmətin, həm də gələcək nəsillərə tarixi irsin ötürülməsinin göstəricisidir. Abidənin ucaldılması gənc nəsildə milli kimlik və tarixi isə bağlılıq duyğusunun gücləndirilməsi, həmçinin Naxçıvan beynəlxalq mədəniyyət xəritəsində daha geniş tanınmasına xidmət edəcək. Abidə həm xalqımızın tarixi irsinə hörmətin, həm də gələcək nəsillərə ötürüləcək mədəni dəyərin rəmzi olacaq. Bu xoş xəbər əlbəttə ki, bütün sənətsevərləri, incəsənət camiəsini və ümumiyyətlə bütün Naxçıvanlılara bir müjdə kimi çatmışdır və bu sərəncamın əhəmiyyəti ondan ibarətdir ki, Əcəmi Naxçıvani öz doğma şəhərində bundan sonra daha əzəmətlə ucalacaq. Və nə yaxşı ki, belə bir sərəncam var. Artıq demək olar ki, Əcəmi biraz məcazi mənada desə şəhərimizdə get-gedə böyüməkdədir və biz onu daha əzəmətli, daha möhtəşəm bir heykəlini görəcəyik inşallah. Əcəmi irsi təkcə daşda, kərpicdə deyil, həm də xalqımızın ruhunda, zövqünə və gələcək nəsillərə ötürülən dəyərlərində yaşayır. Əlbəttə ki, Memar Əcəmi Naxçıvanda yox, ümumiyyətlə Azərbaycanda bir memarlıq məktəbi yaratmışdır və bu memarlıq məktəbi elə Əcəmi memarlıq məktəbi, bəzən də Naxçıvan memarlıq məktəbi kimi tanınır və onun yaratdığı əlbəttə ki, bizə yadigar qoyub getdiyi abidələr, düzdür, onların bəziləri müəyyən səbəblərdən, obyektiv, subyektiv səbəblərdən, dağıntılardan, müharibələrdən, zəlzələlərdən artıq bu günümüzə qədər gəlib çatmayıb. Amma Möminə xatun öz möhtəşəmliyi ilə, əzəməti ilə bu gün də Əcəmini bizə xatırlatmaqdadır. Bu memarlıq məktəbinin izlərini bizlərə yaşatmaqdadır. Əcəminin daşlara həkk etdiyi poeziya, onun yaratdığı memarlıq məktəbi xalqımızın fəxarət rəmzi kimi daim yaşayacaq. Məhz bu baxımdan imzalanan sərəncam yalnız bir tarixi şəxsiyyətin xatirəsinə ehtiram deyil, həm də Azərbaycan dövlətinin öz köklərinə, milli mədəni irsinə, intibah dəyərlərinə sədaqətinin rəmzidir. Tərlan İbrahimova, Namiq Abbasov, NTV Xəbər.